İslam müəllim, yaxşı olardı ki, Ələsgər dədənin Novruz ovqatlı günlərindən, məqamlarından danışaydınız. Aşıq Ələsgərin yaradıcılığı demək olar ki, elə qurulur ki, orada Novruz əhval-ruhiyyəsini həmişə istəyirlər. Çünki o yazın gəlişi ilə əlaqədar olaraq təbiətin oyanması, təbiətdə yaranan gözəlliklər aşığa çox böyük ilham verirdi. İlham mənbəyi olurdu. Bir də onu qeyd edeyim ki, indi biz bu saat köhnə təqvimlə, indiki təqvimdə belədir ki, yaz martdan hesab olunur. Yox, Aşıq Ələsgər yazı hesab eləyir martın 22-sindən. Yəni Novruzun gəlişi ilə yaz gəlir. Həm də nəinki yaz gəlir, ilin başlanğıcı da buna başlanır. Sonra Aşıq Ələsgər ilahi qüvvənin təbiətə qoyduğu əvvəli və əbədi qanunu həmişə təqdir edir. Misal üçün, vaxtın bölgüsünü nəzərdən keçirir. Göstərir ki, yaradan yaradıq külli aləmin, arif olan bu fərmana can desin. 7 yer, 7 göy, 7 damı, 8 cənnət, ezvana can desin. Sonra bu vaxtı deyir, 12 aya qərar qoyub bir ildir. Şimdi görək, bu 12 ayda, 12 ayın içərisində doğrudan da çox ən maraqlısı odur ki, Aşıq Ələsgər bu yazı çox gözəl təsvir. Burada göstərir ki, Novruzda bahara deyərlər bəli. Deməli, ayrı vaxtı yalnız Novruzda. Novruzda təsviri bahara bəli demiyorlar. Bir deyim ki, Aşıq Ələsgərin bir misrası var, göstərir ki, bayram ayı demək olmaz hər aya. Şimdi bayram ayı deyəndə heç şübhə yoxdur ki, bu bəzi yerdə adlandırırlar, nə bilim, Alaçalpoklar, bizim yerdə boz ay deyirlər. Bu boz ayda çox müqəddəs çərşənbələr var. O ki, müqəddəs çərşənbələr olan ay, deməli, aşağı görə bayram ayıdır. Sonra bu müqəddəs çərşənbələrdə təbiət cana gəlir. Aşıq, ona görə istər. Sonra onun bir şeyində var ki, çərşənbə günündə, sübhün çağında, o çərşənbə günündə heç şübhəsiz ki, müqəddəs çərşənbələrdən bir nəzərət durur. Məhz elə axır çərşənbə nəzərət var. Aşığın yaradıcılığında bu Novruzun gəlişi, onun təbiətə gətirdiyi gözəlliklər parlaq bir səhifəni təşkil edir. İslam müəllim, mən müşahidə eləmişəm, bizim böyük sənətkarlar ki, sayğılı sənətkarlarımız olub. Əksəriyyəti demək olar ki, Novruz bayramında dünyaya gəlir. Səməd Vurğun özü də məsələn. Və Cəfər Cabbarlı da səhv eləmişəm, Novruz bayramında dünyaya gəlir. Yəni, böyük sənətkarlar elə bir ki, bu cahana, kainata, insanlığa özləri ilə bir təravət də, öz poeziyalarla təravət də gətirirlər. Yəni, təbiətin özü o insanı, o böyük sənətkarı bəxş edir və onun əsərləri də elə bir ki, daimi cavanlıq, daimi yaz təravəti ilə qalır.